Salam uşaqlar. Ədəd istislərinin davamını çəkirik. 70'ə qədər çəkmişdik. 70'dən sonranın videosunu çəkirik. Başlayaq 71-ci sualımızdan. Deməli, 71-ci sualımızda verilib ki, A, 7, B və 19. Deyir, bu ədəd istislərdir. A ilə B-ni tapmaq lazımdır. Və ədəd istislərinin bizdə belə bir qaydası var indi ki, ədəd istislərdə istənilən hədd özünə qonşu olan hədlərin cəminin yarısıdır. Yəni, birinci buradan başlayıram. Yəni, B 7 ilə 19'un cəminin yarısıdır. 7 ilə 19'u toplayanda eləyir 26. 26'nı 2'ye bölürsünüz. B olmuş oldu. 13. İkinci səfər isə eyni qaydanı bu tərəfdəki ədədlər üçün tətbiq edirəm. Yəni, 7 ortadadır. 7 bərabərdir A ilə B-nin cəminin yarısı. Bizim B'miz var da 13. Gətirək yerinə qoyaq 13 və salam. 7 bərabərdir A plus 13 bölü 2. 7'ni 2'ye vururam 14. 14'dən də 13'ünü çıxacam. A'mız olmuş olacaq 1. Deməli A 1'dir. B isə 13'dür. Sonra davam edirik 72-ci sualına. 72-ci sualda nə deyir? Deyir ki, ədədi silsilədə A1 0,7'dir. D isə 2,6'dır. Və bizdən istəyir ki, bu ədədi silsilənin 40'dan böyük olan ilk həddinin nömrəsini tapmaq istəyir. Deməli, birinci nə edirəm? AN böyükdür 40'dan dediyini yazdım. Bizə N lazımdır. Deməli, A-nin üstünü açaq, A1 üstə gəlinsin, N çıx 1 vur D, böyükdür 40'dan. A1'in yerinə yazıram 0,7, N çıx 1 vur D-nin yerinə 2,6, böyükdür 40'dan. İndi neyini? 40'dan 0,7, adi bərabərsizlik kimi də həll edirik. Deməli, 40'dan 0,7'sini çıxıram, eləyir 39,3. 39,3'ü bölürəm 2,6'ya. Yəni, vergiləri arxaya çəkəndə 393'ü bölməliyəm 26'ya. 39'un içində 26 bir dəfədir. Burada qalır 13, 3'ü də yendirdim. Bunun da içində 130'un da içində 26 5 dəfədir. Eləyir 130, qalır 3. Deməli, eləyir 15 tam 26'da 3. İçində də 1 gələndə en böyükdür 16 tam 26'da 3'dən. Deməli, 16 3'də 2'dən böyük ilk ədədimiz nə olacaq? Təbii ki, 17 olmuş olacaq. Dəqiqə qaramaq. Davam edək uşaqlar. Deməli, 73-cü sualımıza baxırıq. Əslində 73-cü sual da eynidir. Sadəcə orada A5 ilə A3'ü verib. Birinci biz A5'i A3 üstə gəl 2D yazıb oradan D-ni tapırıq. Sonra A3'ü ya A5'i A1'dən asılı açıb A1'i tapıb. Sonra düsturda eyni qayda ilə yerinə qoymaq olar. İndi davam edirəm 74-cü sualla. Baxaq. 74-cü sualımızda nə deyir? Deyir ki, A5 ilə A9'un cəmi 36'dır. Və bizə A4'ü verib ki, 9'du silsilənin fərqini tap. Mən A4'ü mənə 9 verdiyi üçün mən bunların hamısını A4'dən asılı açacağım. Deməli, A4'üm 9'du misalda veribdir. Gəlin açaq. Deməli, mən A5'in yerinə yazıram A4 üstə gəl 1'dir. Çünki 4 ilə 1 toplayanda 5 edir. A9'un yerinə isə yazıram A4 üstə gəl 5'dir. Çünki 4 ilə 5'i toplayanda yenə 9 edir. Cəmi də 36'dır. A4'lərin yerinə gətirib 9'u qoyuram. 9 plus D, 9 plus 5'dir. Bərabərdə 36. D'ləri topladım oldu 6'dır. 9'ları da topladım 18. 36'dan 18'i çıxıram 18. 18'i də 6'ya bölürəm. D'miz olmuş olur 3. Mesela keçirik 76-cı suala. 76-cı sualda bizə verir ki, SN-in düsturunu verib, N'inci həddin düsturunu istəyir. Yəni A-ni istəyir. Bizim SN-dən A-nə keçid eləmək üçün düsturumuz var. Nə idi o düsturumuz? Birinci düsturumuzu yazaq. Deməli, A-nə keçmək üçün düsturumuz buydu. A-N bərabərdir SN çıx 1. Gəlin yerinə qoyaq. Deməli, A-N bərabərdir SN bu ifadədir. Yəni 8n kvadratı üstə gəl 3'ün. Bundan çıxıram SN çıx 1'i.
S-in çıx 1'e çıxanda nə edirik? Sadəcə n-lərin yerinə n çıx 1 yazmış olacağım. Necə ki S5'i tapanda n-in yerinə 5 qoymuruq. S-in çıx 1-də tapanda n-in yerinə n çıx 1 qoyuram. Deməli 8n kvadrat yox, 8n çıx 1-in kvadratı. Üstə gəl 3n yox, 3n çıx 1 olmuş oldu. Sadəcə n-ləri n çıx 1 elədim. Mürtəzələri at, sadələşdir və salam. A-n bərabərdir 8n kvadrat üstə gəl 3n yerində. Bundan işim yoxdur. Çıx. Birinci buranı açıram. 8 vur. N çıx 1-in kvadratını müxtəsər vurma düsturu kimi açıram. N kvadrat çıxılsın 2, üstə gəl 1. Plus 3-ə vururam 3-ən, 3-ü də 1-ə vururam. 3 bu formada yazdım. İndi A-n bərabərdir 8n kvadrat, üstə gəl 3-ən, bu heç. Çıx. 8n kvadratına vurdum 8n kvadratı. Qarşıdakı mənfiyə görə işarə dəyişir. Olur mənfi 8n kvadratı. 8-i mənfi 2-nə vuram, mənfi 16n. Qarşıdakı mənfiyə görə oldu müsbət 16n. 8-i 1-ə vurdum, 8 qabaqdakı mənfiyə görə mənfi 8. Bunları vurub açmışdım 3-ndən 3-ü. Onu 8-ə vurmayacağım. Amma qarşıdakı mənfi buna da təsir edəcək. Çünki ümumi mötərizənin içərisindədir. Yəni olur çıx 3n, üstə gəl 3. Buradan 8n kvadratları gedir. Hətta 3n'lər də gedir. Biri mənfidir, biri müsbətdir. A-n bərabərdir 16n. Mənfi 8-in üstünə 3 gələndə olur mənfi 5. 16n çıx 5. İndi baxırıq 77-ci sual. Nə deyir 77-ci sualda? Deyir ki, 25-dən başlayaraq, yəni A birim 25-dir. Neçə natural ədədin cəmi 196-dır. S-nin 196-dır, amma nömrəsini bilmirik. S neçədir, neçəsinin cəmidir. Bizdən elə onu soruşur ki, neçə ədədi toplasam 25-dən 196 edən n lazımdır. Və bir də 25-dən başlayan ardıcıl ədədlərsə bunların D-si neçə olmalıdır? 1. Niyə? Ardıcıl ədədsə 25, 26, 27, 28, 1-1 artıq. D-si 1-dir. S-in də 196-dır, n lazımdır bizə. S-nin üstünü yazıram. S-in bərabərdir 2A1. Üstə gəl n çıx 1 vur D. Böl 2 vur n. Verilənlərin üstünü yerinə qoy. 196 bərabərdir 2A1. 2 vur 25 edir 50. Üstə gəlsin n çıx 1 vur 1. Yəni elə n çıx 1 eləyəcək. Böl 2 burada kənardakı n. Deməli 196-nı 2-yə vururam. Eləyir 392. Və burada nə qalacaq? 50 çıx 50 üstə gəl n çıx 1. Burada kənardakı bu n. Mesela. İndi 392 bərabərdir. Örtəzəni vurub açanda n kvadratı. 50-dən də 1-in çıxanda 49 n olmuş olacaq. 392-ni də keçir bu tərəfə. N kvadratı üstə gəlir 49 n. 392-ni gətirirəm sağ tərəfə. Mənfi 392 bərabərdir 0 olmuş oldu. Almışıq kvadrat tənliyi. Diskriminant tənliyin köklərini tapa bilərsiniz. Mən şifayı yazıram bunu. Deməli, vuranda mənfi 392, toplayanda da mənfi 49 edirsə, köklərinin biri 7-dir. O biri ikinci kökümüz isə mənfi 56-dır. Sıra nömrəsi mənfi ola bilməz deyə 56 getdi, qaldı 7. Yəni, kim istəyirsə diskriminantla da eləyə bilər. Mənə viyyət daha rahat edir deyə viyyətlə elədim. Keçirik baxar 79-cu sualımıza. Nə deyir? 79-cu sualda. 79-cu sualda A21-i verib 65. D-ni də verib 3. Bizdən S40 çıx S20 istəyir. S40-ı tapım, S20-ni tapım çıxın. Amma mənə onun üçün A1 lazımdır. Necə eləyək A1-i tapaq? S21 açaq, A1-i tapaq. S21 bərabərdir A1, üstə gəl 20D. S21-in yerine yazıram 61, A1-im yoxdur, 20D. Ne də 3-dür, 20-ni 3-ə vururam 60. 65-dən də 60-ını çıxıram, A1 oldu 5. Düzdür mü? İndi gəlin hesablayaq. S40, 2A1, üstə gəl 39D, böl 2. Burada N 40. Yerinə qoyaq rəqəmləri. A1-im 5-dir. Ona görə 2A1-im 2 vur 5, 10-dur. Üstə gəl, D-im 3-dür. 39-u 3-ə vururam, 117 eləmiş olur. Burada da 2 ilə 20-ni xüsələm 40 qalır. Yəni 10 üstə gəl 117. 40-dan 2-ni xüsəllədim 20 qalmış oldu. Yəni 117-nin üstünə onu gəlirəm 127. 127-ni 2-yə vururam.
2540 eləmiş oldu S40. Qaldı S20-ni tapmaq. S20 yenə 2A1 üstə gəl n çıx 1, yəni 20-dən 1 çıxdım 19D. Böl 2 vur n'dir, yəni n'im də 20. 2A1, yəni A1'im 5'dir, 2A1'im olur 10, üstə gəl 19'dir, D'im 3'dür, 19'u 3'ə vururam 57. Böl 2, elə birbaşa bunu burada 2 ilə 20'ni ixtisəliyim 10 qalsın. Vur 10. Deməli toplayanda edir 67, 67'ni də 10'a vuranda 670. Bizdən nə istəyir? S40'dan S20'sini çıx. S40'ım 2540'dır. Ondan çıxıram 670 üçün. 670'ini. Eləyir 1870. Sağ ol. Davam edirik. 80'imiz olsun. Deməli, ədədi silsilədir. S-nin üstünü verib 7-ci həddini istəyir. Demişdik ki, S-dən A istənilən həddi tapmaq üçün S-nin çıxılsın, S-nin çıx bir üstündən istifadə eləmək olar. Yəni, məndən silsilənin 7-ci həddini tap deyirsə, A7-ni tapmaq üçün mən S7-dən S6-sını çıxmalıyam. Deməli, mən birinci S7-ni tapıram. S7-ni tapanda aparıb n-lərin yerinə 7 yazacağıq. 17'ni 7'ye vurdum 84. 84'ten çıxdım 49'u. 7'nin kvadratı yəni 49 elədi 35. İndi S6'nı tapıram. 12 vur 6. Çıxılsın 6'nın kvadratı. 12'nin 6'ya vuranda 72. 72'dən də 36'sını çıxanda eləyir 36. Aparıb üstürdə yerinə qoyuram. A7 bərabərdir S7 çıxal S6'dır. Yəni 35 çıx 36'dır. Bu da eləmiş oldu. -1. Davam edirik 82-ci sual. 82-ci sualımızda nə deyir uşaqlar? 82-ci sualda deyir ki, A23 çıx A17 üstə gəl A7 çıx A13'ü tap. Əslində bunların tutaq ki, A23'ü A17 üstə gəl 6D yaza bilərəm. A13'ü A7 üstə gəl 6D yaza bilərəm. Nəsə də, yəni necə istəyirsə yazmaq olar. Amma mən hamısını A1-dən asılı açacağam. A13'ü yazıram. Daha doğrusu 23'ü. A1 üstə gəl 22'dir. A17 A1 üstə gəl 16 dedi, amma çıx yazacağım. Qarşısına mənfi var deyə işarəti dəyişmiş oldu. A7'ni A1 üstə gəl 6'da yazdım. A13'ü isə yazacağım A1 üstə gəl 12'dir. Niyə çıx yazdım? Qarşıdakı mənfi işarəni dəyişdim. A1'dən A1'e çıxdım. Bu A1'dən də bu A1'e çıxdım 0. İndi gəlirik D-lərə. 22D'dən 16D-sinə çıxdım. Qaldı 6D. 6D ilə 6D'ni topladım 12D. 12D'dən də bu 12D'ni çıxdım. Oldu 0. Deməli 82-ci sualın cavabı oldu 0. 83-cü suala keçirik. 83-cü sualı istəsiniz kəsir kimi də saxlaya bilərsiniz və yaxud yəni silsiləni kəsir kimi də hesablaya bilərsiniz və yaxud bir məxrəcdə yazıb yalnız sürətləri toplayıb sürətin cavabını tapıb məxrəcə də məxrəcdəki ədədi yaza bilərsiniz. Nə demək istəyirəm? İndi aydın izah edeyim. 3/1 ortaq məxrəci gətirəm. Bunların hamısı məxrəci 15-dir. 15'i gətirəndə birinci kəsirim olur 15'də 5, 15'də 7, 15'də 9. Axırıncımız isə 15'də 23'dür. Bunları bir kəsirdə yazaram. Yəni məxrəcə 15, sürətə yazaram 5 üstə gəl 7 üstə gəl 9 üstə gəl 9.23. Ya da ki, elə belə kəsir formasında da hesablaya bilərsiniz. Elə mən kəsir formasında hesablayıram. Burada birinci həddim 15'də 5'dir. Deyim 15'də 2'dir. Niyə izah edeyim? 5, 7, 9, 2, 2 artır sürət məxrəc dəyişmir. Ona görə A-nim axırıncım 15'də 23'dür. Burada əslində sayada bilərsiniz. 5, 7, 9, 11, 13, 15, 17, 19, 21, 23. 10 dənə həddi var. Yəni S10'u tapmalısınız. Və yaxud ağırız, yəni saymaq, tutaq ki, açıq sual olsa saymaq üsulu keçərli olmayacaq. Onda nə edəyək? A-nin düsturunu yazıram ki, N-i tapım. Vur N. Deməli, A-n'imiz ən axırıncımızdır. Yəni 15'də 23'dür. Bir dəqiqə. Mən cəm düsturundan qarışdırdım uşaqlar. A-nin düsturu. A-n bərabərdir. A1 üstəlisin. N çıx 1 vur dedi. A-nin yerinə yazdım 15'də 23. A1'in yerinə yazdım 15'də 5.
n çıx 1 vur d-nimizin də yerinə yazdıq 15-də 2. 15-də 23-dən 15-də 5-in çıxanda edir 15-də 18 bərabərdir. N çıx 1 vur 15-də 2. Məxrəclər 15-də 15-ləri tulladıq. 18-də 2-yə bölürəm. 9, 9-un üstünə 1 gəldim 10. Baxın, həqiqətən də 10 dənə həddi olmuş oldu. Elə mən sayıb onu tapmışdım. İndi bunu silirəm. Yəni, gördünüz də, yəni lövhədə yer yoxdur deyə sildim. N-i tapdım 10. Yəni, mən indi S10-u tapmalıyam. S10 üçün belə bir üstür yaza bilərdim də. A1 plus AN bölü 2 vur 10. Yəni, bu ardıcılığın ikinci cəm üstürüydü. Biri buydu ki, 2A1 üstə gəlsin N çıx 1 vur D bölü 2 vur N. Bir də A1 üstə gəl AN bölü 2 vur N. Yəni, bu nədir? İlk 10 həddin cəmini tapıramsa, birinci həddən 10-cu, yəni sonuncu həddi toplayıram, bölürəm 2-yə və vururam ədədlərin sayına. Deməli, indi düsturda yerinə qoyaq. S10 bərabərdir. Birinci həddim 15-də 5. Sonuncu həddim 15-də 23. Toplayacağım. Böləcəm 2-yə, vuracam 10-a. Deməli, kəsirləri, bu 10-la 2-ni hissələrini 5 qalır. Kəsirləri toplayanda qalır 15-də 28. Burada 5. 15-lə də 5-i hissələrim 3 qaldı. Yəni, 3-də 28 almış oldu uşaqlar. Bu da 28-i 3-ə bölürsünüz. 9-dan 3-də 1. Keçirik 84-cü sualımız. Nə deyir 84-cü sualımızda? Ardıcıllıq verib 72, 70,5 nöqtə qoyub deyir, ondan kiçik müsbət ədlərinin sayını tap. Yəni, bu nə deməkdir ondan kiçik müsbət ədlərinin? Ayın ondan kiçikdir, amma 0-dan böyükdür. Yəni, 0-dan onun arasında. Deməli, mənim A1-im 72-dir. D-im isə mənfi 1,5-dir. Niyə uşaqlar? 72, 70,5 olursa nə qədər azalır? 1,5. Yəni, D-im mənfi 1,5-dir. İndi A-nın üstünü açacağım, yerinə qoyacağım. Gəlin yazaq. 0 kiçikdir. A-nın yerinə yazıram. A1 üstə gəl N çıx 1 vur D kiçikdir. A-nın üstünü yazdım. İndi verilənləri yerinə yığıram. Deməli, 0 kiçikdir. A1-in yerinə 72 üstə gəl N çıx 1 vur mənfi 1,5 kiçikdir 10-dan. İndi hər tərəfdən 72 çıxıram. Mənfi 72 kiçikdir N çıx 1 vur mənfi 1,5 kiçikdir 10-dan 72-sini çıxanda mənfi 62. Mənfi 1,5-ə vurublarsa biz mənfi 1,5-ə böləcəyik. 72-ni mənfi 1,5-ə böləndə deməli 720 böl 15 eləyir. Bunu 3-ə ixtisar eləsək 5-də 240, 240-ı da 5-ə böləndə eləyir 48. 48 böyüdür N çıx 1 böyüdür. Mənfi 62-ni də mənfi 1,5-ə böləndə 620 böl 15-dir vericiləri arxaya çəkdiyimiz üçün. Bunu 5-ə bölürük, məxrəcdə 3 qalır. Yuxarını da 5-ə böləndə 1 dəfə, 12-nin içində 5, 2 dəfə. 124 böl 3 eləmiş oldu. 124-ü də 3-ə böləndə 41,3-də 1 olmuş oldu. Deməli, uşaqlar, hər tərəfin üstünə 1 gəlirəm. 49 böyükdür N, böyükdür 42,3-də 1. Yəni, N 42,3-də 1 ilə 49-un arasındadır. Fikir verdinizsə, mən burada işarəni kiçikdən böyüyə çevirdim. Niyə? Bərabərsliyi mənfi 1,5-ə bölürəm deyə işarəni dəyişməliyik. Bizə də soruşur ki, bu şərti ödəyən hədlərinin sayını istəyir. 42-dən 3-də 1-dən 49-un arasında hansı natural ədədlər olacaq? 44, 43, 44, 45, 46, 47 və 48. Deməli, neçə dənə həddimiz var? 42-dən 3-də 1-dən 49-un arasında 6 dənə. Deməli, 84-cü sualın cavabı olacaq A variantı. Keçirik 86-cı sualımıza. Deməli, 86-cı sualımıza baxırıq. Sualımız belədir. 86-cı sualda A5, A7, A9-un cəmini verib 30. Mən birinci bunu sadələşdirəcəm uşaqlar. Orada sistem formasında verib. Mən sistem formasında yazmayacağım. Necə? Niyə yazmayacağım? Çünki təllimin birini həll edeyim, sonra keçimdə o birindən. Nə vacibdir ki, alt-alta yazıb hər dəfə sistem şəklində. Deməli, A5-i açıram, A1 plus 4-dir. A7-ni açıram, A1 üstə gəl 6-dir. A9-u açıram, A1 üstə gəl 8-dir, bərabərdir 30-a. A1-ləri topladım, 3A1. Keçirəm, D-ləri toplayıram, 18-dir, bərabərdir 30-a. 3-ü ortaq çıxart, A1 plus 6D, bərabərdir 30-a.
Bu eləyir 3A7 bərabərdə 30-a. Niyə A7? A1-dən 6 dəyini toplayanda A7 verir. 30-u da 3-ə bölürəm, A7-ni tapıram 10. 86-cı sualda bizim bir dənə də şərtimiz var. Yəni sistemdə ikinci təyinliyimiz budur. A7 vur A8 130-dur. A7-nin yerinə 10 qoysam, 10 vur A8 130-dursa, 130-u 10-a böləcəm. A8-i alacam 13. Sizdən silsilənin birinci həddini və silsilə fərqini istəyir uşaqlar. Biz buradan şifahi silsilə fərqini tapa bilərik. A7 10 idi, A8 13-də 3 vahid artıb. Bu həmişə keçərli deyil. Nə mənada keçərli deyil? İzah edin. Məsələn, mənə A7-ni versəydi 10, burada A9-u versəydi ki 13-dür. Mən burada deyə bilməyəcəyim ki, silsilə fərqi 3-dür. Çünki 8-ə yox 9-a keçmişdir. Burada amma ardıcıl hədlər olduğu üçün elə şifahi görsənir ki, 7-ci hədd 10-dursa, 8-ci hədd 13 olubsa 3 vahid artıb. Yəni silsilə fərqimiz 3-dür. Bəs bayaqki kimi olsa nə eləyərdik? Onda nə eləyərdik? A7-dən A9 versəydi, A9-u A7 üstə gəl 2-də yazıb oradan D-ni tapa bilərdik. D-miz oldu 3. Nəsə, qaldı silsilənin birinci həddini tapmaq. Əlimdə A7 var və A8 var. Ya A7-ni, ya A8-i açmaq lazımdır. Mən A7-ni açıram. A7 bərabərdir A1 üstə gəl 6D. Və verilənləri yerinə qoyuram. A7-nin yerinə 10 qoydum. A1 öz yerinə qaldı. 6D, 6 vur 3, 18-dir. Ondan da 18-ini çıxandım. Bu da edir mənimki 8. Və salam. A1-in mənimki 8-dir. D-im isə 3 olmuş oldu. Cavab oldu C variantı uşaqlar. Davam edirik 88-ci sualda. Baxırıq 88-ci sualımız. Sual belədir. A7-ni verib 19. S7-ni verib 91. Və məndən bu silsilənin birinci həddi ilə silsilə fərqini tapmağımı istəyir. Əslində bu bir növ əvvəllərdə var. 105-ci, 104-cü suallardan eyni şeydir uşaqlar. İndi gəlin yazaq. S7-nin 2 düsturu var. 2A1 üstə gəl 6D bölünsün 2 vurulsun elində. Amma A1 və A7 var deyə A7 ilə olan düsturunu yazacağım. A1 plus AN bölü 2 vur N. N'imizin yerinə sadəcə 7-dir. Verilənləri yerinə yazıram. 91 bərabərdir. A1 yoxdur. A7-nin yerinə 19 yazdım. Bölü 2 vur isə kənardakı 7. 2 ilə 7 ixtisar getmir, amma 91 7-yə bölünür. Gəlin bu 7 ilə bu 91-i ixtisar edeyim, qalsın 13. 13-ü də məxrəzdəki 2-yə vururam. 26 bərabərdir A1 plus 19. 26-dan da 19-unu çıxıram. Edir A1-im 7. Bizə də bu A1 lazım idi. 7. Yox, əlavə D-ni də istəyir uşaqlar. Aha, 104-cü sualda elə A1 istəyir, qutarıq getdi. Yəni o sualı buna baxıb yaza bilərsiniz. Sizdən silsilənin fərqini tapmaq qaldı. Fərqini də nətər tapım? Əlimdə A7 var və A1 var. A7-ni A1-dən asılı açıram. A1 üstə gəl 6-dır. A7-nin yerinə 19, A1-in də yerinə 7 yazdım. 19-dan 7-sini çıxdım 12, 12-ni də 6-ya böldüm. D-miz oldu 2 və salam. Tapdıq. 89-cu sualla eyni şeydir. Onu yazıram. Getirəm 90-cı suala. Nə deyir 90-cı sualda? Baxaq. 90-cı sualımızda deyir ki, uşaqlar, 100-ün kvadratı çıx 99-un kvadratı üstə gəl 98-in kvadratı çıx 97-in kvadratı nəsə. Bu formada nöqtə-nöqtə davam edir. Gəlir 4-ün kvadratı çıx 3-ün kvadratı üstə gəl 2-in kvadratı çıx 1-in kvadratı. Cəmini hesablamaq lazımdır. Gəlin hesablayaq. Deməli 100-ün kvadratı çıx 99-un kvadratını müxtəsər kimi tətbiq eləsəm, bizə verir 100 çıx 99, 100 plus 99. 100 çıx 99 verir bizə 1. 1 vur, 100 üstə gəl 99 edir 199. İkincisi, 98 çıx 97 isə eləyir 1 çıxanda. Toplayanda isə 195. Hamısı eyni qayda ilə 4 çıx 3 1, 4 plus 3, 7. Axırıncı da 2 çıx 1, 1. 2 üstə gəl 1, eləyir 3. Almış oluruq belə bir silsilə. Yəni 199, 195, vur 1-ə ehtiyac yoxdur da. 7, bu birisi də 3. Deyir bizdən bunun cəmini tap. Mən deyirəm ki, S-nin düsturunu tapmaq üçün A1 plus AN bölü 2 vur N düsturum var. Mənim burada birinci həddimdə var 199. Axırıncı həddimdə var 3 bölü 2. Bir dənə sayını bilsəm, neçə dənədir tutarar. Mən də deyirəm ki, burada 50 dənədir. Deyəcəksiniz ki, müəllim, hardan bildiniz 50 dənədir? Baxın, ədədlər 1-dən 100-ə qədər yazılıb Rasimın. Mən 100 ilə 99-un, yəni 2 dənə ədədin yerinə bir dənə nə yazdım? 199.
Bu bir 2 dənə ədədin yerinə bir dənə 195 yazdım. Yəni ədədlərin sayı yarıya bölünmüş oldu. 4 dənə ədəddir bu. 4 dənə ədədin yerinə 2 dənə ədəd yazdım. 199 və 195. Yəni ədədlərin sayı yarıya bölünür. 100 dənədirsə 50 dənə olmuş oldu. Yəni enim 50-dir. Bu 50. Deməli 199-un üstünə 3 gəlirəm. 202 böl 2 vur 50. 202-ni 2-yə böləndə 101. 101-i də 50-yə vuranda 5050. Mesela 91-ci sual da əslində 80-ci suala oxşuyur. Burada sizdən sadəcə sizlərin fərqini istəyir oradan fərqli olaraq. Orada 7-ci ədəd istəyirdi. Gəlin yazaq. 91 SN bərabərdir 5N çıx 2. Deməli, gəlin biz bura bir dəfə 1 qoyaq. 5 vurulsun 1-in kvadratı çıxılsın. Bir dəqiqə. Bunun kvadratı yoxdur. 5N çıx 2-nin kvadratıdır. Çıxılsın 1 vur 2-nin kvadratı. 5 çıx 2, 3. Bu S1-im elə uşaqlar mənim A1-imdir. Niyə? Bir ədədin cəmi, ya bir həddin cəmi və ya bir hədd. Eyni şeydə bir nəfərin pulu, bir nəfərin cəmi pulu. Eyni şeydir. Yəni ikisində də A1 ilə S1 bərabər olur. Bu istənilən ardıcıllıqda, ədəd silsilədə, hər nə silsilədə hamısında doğrudur bu şərt. Yəni A1 S1-ə bərabər olur. İndi S2-ni tapıram. S2-ni tapanda eni yerinə 2 qoyuram. 5 vur 2 çıxılsın 2 vur 2-nin kvadratı. 10 çıx 8. Bu da edir 2. Uşaqlar S2 nədir? 2 nəfərin cəmi. Yəni A1 ilə A2-nin cəmi. S2 2-dir. A1-im 3-dür. 2-nin üstünə neçə gəlmişəm? 3-ün üstünə neçə gəlmişəm? 2. Yəni 2-dən 3-ünü çıxıram. A2 oldu mənfi 1. Və səndən istəyir silsilənin fərqini tapmaq. Deməli 3-dən mənfi 1-ə düşübsə bu silsilənin fərqi mənfi 4. Amma yenə də gəlin düstur kimi yazaq. A2 var əlimdə, bəli. A1 də var. A2-ni A1-dən alsın açıram. A2 bərabərdir A1 plus 1-dir. A2-nin yerinə mənfi 1, A1-in də yerinə 3 qoydum. Mənfi 1 bərabərdir 3 plus D. Mənfi 3-ü o tərəfə keçirəndə mənfi 1 çıx 3 eləmiş olacaq. D də olur mənfi 4. Uşaqlar, deməli A2-ni yazdım A1 plus D. A2-nin yerinə mənfi 1, A1-in yerinə 3 qoydum. 3-ü o tərəfə keçirəndə mənfi 3 oldu. Ona görə də oldu burada D-miz mənfi 4. Və salam. Sizdən elə bu D-ni istəyir uşaqlar. Davam edirik. 92-ci sualı yazmayacağım. A12 çıx A7-ni istəyir. Deməli 80-ci sual kimi A12-ni istəyirsə S12-ni və S11-i tapıb çıxacağam. A7-ni də istəyirsə S7-ni və S6-ni tapıb çıxacağam bir-birindən. Sonra da onları bir-birindən çıxacağıq uşaqlar. Davam edirik uşaqlar 93-cü sualına. Gəlin 93-cü sualımıza baxaq. 93. Sualda nə verilibdir? A4-ü verib bizə 5,5. Bu öz yerində. Bundan sonrasına baxırıq. Deməli, bundan sonra bizə nə verib 93-də? S11 bərabərdir. S11 bərabərdir. 10 vur S7. Və bizə 6-nı tapmaq istəyir. Gəlin biz birinci bunu sadələşdirək. S11-in yerinə nə yazıram? 2A1. Üstə gəl 10D. Böl 2 vur 11. Bərabərdir 10 vur. S7-ni yerinə yazıram 2A1. Üstə gəl 6D. Böl 2 vur isə 7. Düzdürmü? Buradan bunlar getdi. 2-lər getdi. Yəni, ya da belə eləməyək. Səbir olaq. 2-ləri ixtisar eləməyim. 2-ni buradan ortaq çıxardıb böləcəm. İndi buranı da 2-yə bölüb, buranı da. 2A1 üstə gəl 10-dəni 2-yə bölürəm. 2A1-i 2-yə böldüm A1. 10-dəni də 2-yə böldüm 5-dir. Vur 11. Keçirəm sağa. 2A1 10 öz yerində, bu ondan işim yoxdur. 10 misildir. 2A1-i 2-yə bölürəm A1. 6-dəni 2-yə bölürəm 3D. Vur 7-si də yanındadır. Aha. İndi bu eləyir uşaqlar. 93 yazırıq da düzdür. A1 üstə gəl 5-də nə edir? 6. Vur 11. Bərabərdir 10 vur. A1 üstə gəl 3D-də bizə A4 vermiş olur. A4 vur 7. İndi gətirəm A4-ün qiyməti var da 5,5 yazıram yerinə. 10 vur 5 onda 5 vur 7. Deməli A6 vur 11. 55 vur 7. 55-i 11-ə böləndə qalır burada 5. 5-i də 7-yə vuranda olur 35. Deməli A6 oldu 35. 94 də eyni sualdır. Keçirik 95-ci sual. Deməli 95-ci sualımız. Nə deyir 95-ci sualda? 95-ci sualda deyir ki, A1-in 1-dir. Bu öz yerində.
İstənilən natural m və n ədədlər üçün Sm bölünsün. O dediyini yazıram. Sm böl Sn bərabərdir m kvadrat böl n kvadrat. Dediyini biraz balaca yazacağım uşaqlar. Ki lövhədə yerləşsin deyə. Sm. S'nin düsturu nə idi? Sm. Sm buydu. 2a1 üstə gəl n çıx 1 vur d böl 2 vur n. Yəni S5 olanda nə olurdu? N'in yerinə 5 qoydum. S8 olanda n'in yerinə 8 qoydum. Sm olanda yenə eyni şey. N'lərin yerinə m yazdım sadəcə. 2a1 üstə gəl m çıx 1 vur d böl 2 vur kənardakı m-də yerində. Bərabərdir m kvadrat böl n kvadrat. Və neyirəm? Kəsirləri böləndə onsuz da birinci qarı ikinci tərsinə vurulur deyə o ikilər ixtisar olunacaq. Və bu m-lə bu m-in birini, bu n-lə də bu n-in birini ixtisar elədim. Onsuz da digər tərəfə keçəndə bölmə olacaq, ixtisar olunacaq da. Nə qaldı yerində? 2a1 sürətdə. Üstə gəl m çıx 1 vur d. Məxrəcdə qaldı 2a1 üstə gəl n çıx 1 vur d. Bərabərdir m böl n. Mörtəzəni vurub açaq. A1-in yerinə 1 yazaq. 2-ni 1-ə vurdum 2. Mörtəzəni vurub açanda md çıx d. Məxrəcdə yenə A1-in yerinə 1 qoyunda 2 vur 1 2. Bu mörtəzəsi vurub açıram. Nd çıx d. Bərabərdir m böl n. Uşaqlar bu tənasib kimi vurum. Belə. Deməli 2-ni n-ə vurdum 2n. MD-ni n-ə vururam mdn. D-ni n-ə vururam dn. İndi m-ə vururam m2-yə 2m. Nd-ni m-ə vururam ndm. mdn. M-i d-yə vururam md. Bununla bu islah olunacaq. Deyəs mənim 2-də müsbətdə nətər islah edəcək? Müsbətin digər tərəfə keçəndə mənfi olacaq. Deyə islah olunacaq. İndi qalanlarını da yığın bir tərəfə, ixtisar edək n tapaq. Mən 2-ləri bir tərəfə, dn-ləri bir tərəfə keçirirəm. 2n çıx 2m bərabərdir dn çıx m-dir. Bu d-ni bu tərəfə gətirdim deyə müsbət olur. Burada mən 2-ni çıxardıram. n çıx m bərabərdir. Burada da d-ni çıxardıram. n çıx m. Və m çıx n-ləri ixtisar edirəm hər tərəfdən. Qaldı nə? Qalanı buradan yazıram uşaqlar. Qaldı ki, d bərabərdir 2-yə. Sağda 2 qaldı, solda da d qaldı. D bərabərdir 2-yə. Və bizdən nə istəyir uşaqlar? A-nin ümumi həddini istəyir. A-nin düsturunu yazaq, yerinə qoyaq da. Deməli, A-n bərabərdir A1 üstə gəl n çıx 1 vur d-dir uşaqlar. Yerləşsin deyə belə yazdım. A-n bərabərdir. A1-im misalda verib, burada qeyd eləməmişəm, 1-dir. N çıx 1 yerində d-mizdə tapmışıq 2. Gəlin vurub açaq. 1 üstə gəl n2-yə 2n. Mənfi 1-də 2, mənfi 2. Bu da edir 2n. Çıx 1. Və salam. Misalı həll eləmiş oldu. Keçirik uşaqlar. 96-cı sual. Baxaq. Demək uşaqlar, 96-cı sualımız nədir? Baxın. Nə deyir? A4 üstü. Deyir ki, silsilə fərqinin hansı qiymətində A2 vur A5 hasili ən böyük qiymət alır. Demək uşaqlar, mən A2-ni və A5-i A4-dən ifadə edəcəm. Necə? Deməli, A4-ü A2-dən asılı açıram. A2 üstə gəlsin 2 dedi düzdür. Buradan A4-ün yerinə 3-ünü yazdım. Buradan A2-ni tapacam uşaqlar. A2 bərabərdir 3 çıx 2D olmuş oldu. A2-ni D-dən asılı tapdım. İndi gəlirik A5-i tap baxaq. Deməli, A5-i yazıram. A5 bərabərdir A4 üstə gəl 1-dir. A5 bərabərdir. A4-ün yerinə 3 qoyuram. 3 plus D. A5-də var, A2-də var D-dən asılı. İndi bizdə nə istəyir? A2 vur A5 asılı. Gəlin vuraq. A2-nin yerinə 3 çıx 2D. A5-in yerinə 3 plus D yazmış oldu. Mörtəzəni vurub açdım. 3 3-ə 9. 3-ü D-yə 3D. 2D-ni vurdum. 3-ə 6D. 2D-ni D-yə 2D kvadrat. Nə edir? Mənfi 2D kvadrat. 3D-dən 6D-ni çıxıram. Mənfi 3D plus 9. Aldım belə bir ifadə 96-da. Desəydik ki, ifadənin ən böyük qiymətini tap. Mənfi D bölü 4 asını tapardı. Deyir ki, dəyişənin, yəni bu D-nin hansı qiymətində?
Biz var idi ki ax kvadrat üstəgəl bx plus c ifadəsi, yəni kvadrat cüzəsinin ən böyük qiymətini tap deyilsə, mənfi d bölü 4 alını tapmalıyam. Amma desək ki, x-in hansının qiymətində ən böyük qiymət alır, yəni dəyişəni soruşsa, mənfi b bölü 2 alını hesablayır. Burada da demir ki, ifadənin ən böyük qiymətini tap deyir, d-nin hansı qiymətində, yəni dəyişənin hansı qiymətində ən böyük qiymət alır. Yəni mənfi b bölü 2 alını hesablamalıyım. B-miz burada 3, mənfi 3'dür. Buradakı mənfinin olduğunu müsbət 3. 2 vur, a-mız da mənfi 2'dir. Rəssalam. Mənfi 4'də 3 almış oldu. Bitti. Davam edilir uşaqlar. 98-ci sualımızda. Baxaq. Nə deyir 98-ci sualda? Deyir ki, AM N'dir, NM də M'dir, AK'nı tap deyir. Aha. Verilənləri yazıram uşaqlar. AM bərabərdir N'dir. AN isə bərabərdir M'dir. Əvəzləyək. Necə? AM-i açıram uşaqlar. AM bərabərdir A1 üstə gəlir M çıx 1 vur deyir. AN isə A1 üstə gəl N çıx 1 vur deyir. Bunlar da bərabərdir. AM N'ə bərabərdir. Deyəcəm. Bu birisi isə M-ə bərabər. Bunu sistemə alaq. İlk o hissəsi bizə lazım deyil də. Bərabərlik olan hissəsini sistemə alaq, həll edək. Ya mənfi 1-ə vurun, tərəf-tərəfə çıxın. Necə istəyirsiniz? Ya istəyirsinizsə mötəzəni vurub açıb tərəf-tərəfə toplayaq. Elə mötəzəni vurub açıb tərəf-tərəfə toplayaq. A1, MD, çıx D bərabərdir M. Aşağıdakı da A1 üstə gəl ND, çıx D bərabərdir M. Deyək, bu N'dir. Aşağıdakı mənfi 1-ə vuraq, tərəf-tərəfə toplayaq. A1, MD, D bərabərdir N. Mənfi 1-ə vuranda mənfi A1, mənfi N. D üstə gəl D bərabərdir mənfi M. Aldım sistemi. A1'lər getdi, D'lər də getdi. Qaldı nə? MD çıx ND bərabərdir N çıx M. Buradan D'ni ortaq çıxardıram. M çıx N bərabərdir N çıx M. N çıx M-i M çıx N-ə böləndə eləyəcək mənfi 1. Niyə? 1 yox, mənfi 1. Çünki yerləri dəyişikdir deyə biri məsəl üçün 7 çıx 5 isə biri 5 çıx 7. Yəni biri 2 edirsə biri mənfi 2 edir. Ona görə bir-birinə böləndə mənfi 1 qalmış olacaq. Deyimiz oldu mənfi 1. Silsilənin istənilən həddini tapmaq üçün bizə D ilə bərabər A1 də lazımdır. İndi bu mənfi 1-i gətirib. Tənliklərin hər hansı birində yerinə qoyub A1-i tapa bilərik. Ürəyiniz istəyir burada qoyun. Ürəyiniz istəyirsə burada qoyun. Fərq yoxdur. Mən ikincidə qoyacağım. Baxın, burada qoyacağım yerinə. Gəlin qoyaq. Yuxarıda silirəm uşaqlar. Deməli, bu tənlikdə yerinə qoyacağım. A1 öz yerindədir. A1. Üstə gəl. ND. N vur. Mənfi 1. Çıx. D'miz mənfi 1. Bərabərdir M-ə. Buradan alırsan A1. N'i mənfi 1'ə vurdum. Mənfi N. Bu yenir müsbət 1. Bərabərdir M-ə. Yəni A1'in bərabərdir M plus N çıx 1. Sildirəm bunu. Bunları sildirəm. Bizdən isə uşaqlar AK'nı istəyir. İndi gəlin AK'nı açaq. AK'nın yəni AN-nə heç bir fərqi yoxdur. Sadəcə N'in yerinə K yazırsınız. Dəyişən bizdə nə oldu? Hərif dəyişəndə bir dənə burada bu dəyişir. Hansı hərfdirsə onu yazırıq. İndi verilənləri yerinə düşək. AK bərabərdir. A1'im düdüyü A1. A1'in yerinə yazıram. M plus N çıx 1. Üstə gəl. K çıx 1 vur. D'nin də yerinə D mənfi 1. Vurat sadələşdir. M plus N çıx 1. K'nı mənfi 1'ə vurdum. Mənfi K. Mənfi 1'ə mənfi 1'ə vurdum. Müsbət 1. Burada da 1'lər gelir. M plus N çıx K almış oldu. Və sonra AK'nı sadələşdirmiş oldu. İndi davam edirik. 99'dan. Sualımıza baxırıq. A4, A5, A6'nı verib 27, A5 istəyir. Əslində bunun göz yumunu tapmaq olur. Nə mənada göz yumunu tapmaq olur? Məsəl eləyim. Bunu verib A5 istəyir. Necə taparam göz yumunu? 4, 5, 6 eləyir 15.
Yəni bu mənə 3 dənə A5 vermiş olur. 3 A5 27-dir. 27 3-ə böldürəm A5 9. Amma indi gələk eyni baxalım. A4'ü A1 üstəgəl 3-də yazıram. A5'i A1 üstəgəl 4-də yazıram. A6'nı A1 üstəgəl 5-də yazıram. Bərabərdir 27. A1'ləri toplayıram 3A1. D'ləri toplayıram 12-də bərabərdir 27-yə. 3'ü ortaq çıxardıram. A1 plus 4-də bərabərdir 27. A1 üstəgəl 4 də sənə verir A5. Çünki 1 ilə 4 toplayanda 5 edir. 27'ni də qarşıdakı 3'ə bölürəm A5 olur. 9. Və salam. İndi uşaqlar 100'ü də yazıram. Çünki 100 bunlardan biraz fərqlidir. 100, 101, 102, 103 eyni misallardandır. Birində sadəcə silsilənin müəyyən həddini istəyir. O birisində isə silsilənin fərqini istəmiş olur. Şimdi gəlin. Əslində bir neçə cür eləmək olar burada. Necə? 100-cü sualda A1, A2, A3-ün cəmini verib, sonra A4, A5, A6-ını verib. Biz bunların hamısını A1, A2, A3-ını ifadə edə bilərik. D-ni taparıq oradan. Amma silsilənin 3-cü həddini istəyirdik. Gəlin sistemlə eləyək. Bizə daha rahat olsun. 100-cü sual. Deməli, A1, A2 və A3-ün cəmi 21. Sonra A4, A5, A6'nın cəmi isə 57'dir. Həll edək. İndi gəlin açaq. Birinci A1 öz yerində qalsın. A2'nin yerinə yazıram A1 plus bir dənə D. A3'ün yerinə yazdım A1 plus 2'dir. Bərabərdir 21 öz yerində. İndi aşağıdakı. A4'ün yerinə A1 plus 3'dir. A5'in yerinə A1 plus 4'dir. A6'nın da əvəzinə A1 plus 5'də yazdım. Bərabərdir 57. Sistemimi də aldım. Birinci tənlikdə A1'ləri topladım 3A1. D'ləri də topladım 3D. Bərabər 21. Aşağıdakında A1'ləri topladım 3A1. D'ləri toplayanda 4, 5, 3. Enir 12'dir. İstəsəniz mənfi 1'ə vurub, tərəf-tərəfə toplasınız A1'lər bitəcək. Ya da tərəf-tərəfə çıxıb D-ni də tapa bilərsiniz. Və yaxud yuxarını mənfi 4'ə vurarsınız. D'lər gedər, birbaşa A1'i tapa bilərsiniz. Yəni sizə necə rahatsa elə eləyə bilərsiniz. Mən mənfi 1'ə vurub toplamağın tərəfdarıyam. 3A1 üstəgəl 3D bərabərdir 21. Mənfi 3A1, mənfi 12D, mənfi 57'dir. Bu sistemi həll eləsəm A1'lər gedir. 3D çıx 12'dir, mənfi 9D. 21 çıx 57 isə mənfi 36 eləmiş olur. 36'ını da 9'a böldüm. D də oldu 4. Sizlərin fərqini tapdım 100'də. Məsəl üçün 102-ci sualda eyni şeyi istəyir, sizlərin fərqini istəyir. Yəni eyni bu qayda ilə yazıb tapa bilərik. Yəni o sualları yazmayacaq. İndi qaldı 3-cü həddini tapmaq. Necə tapım? D-ni tapmışam. Gətir bu D-nin qiymətini. Ya bu tənlikdə, ya bu tənlikdə yerinə qoy A1 tap. Mən gətirib bu tənlikdə yerinə qoyacağam. 3A1. Üstəgəl 3D. D-miz neçədir? 4. 4 dəfə 3'ün 12. 21. 21'dən 12'sini çıxanda qalır 9. 9 da 3'ə böləndə A1'də olmuş oldu 3. Bunu da tapdıq. Şimdi bizdən istəyir orada 3-cü həddini tap. Yəni A3'ü. Nə itər tapım A3? Şolar A3'ü tapmaq üçün A3 bərabərdir A1 üstəgəl 2'dir. A1'im 3'dür. Deyim də 4 isə 2 də olacaq 8. Yəni olacaq 11. Deməli 101-ci sualda eynidir. 102-ci sualda da sadəcə D-ni istəyir. Eyni misalda elə ki bura qədər yazacaqsa da buradan sonrasını eləməyəcəksiniz. Ona görə də yazmaram. 104-cü suala baxıram. 104-cü sual mənim bayaq yazdığım 88-ci sualın daha sadə versiyasıdır. Nə mənada daha sadə? Orada həm A1'i istəyirdi, həm D-ni istəyirdi. Yəni A1'i tapandan sonra mən hələ bir də D-ni tapdım. Burada isə birbaşa 104'də A1 istəyir. İndi gəlin yazaq. Deməli, 104-cü sual. Sualda nədir? 14-cü həddi 135'dir. A14 135'dir. Və silsilənin ilk 14 həddinin cəmi S14 980'dir. S14'ü 2 cür aça bilərəm, amma adı 14 var deyə A1 plus AN böl 2 vur N üstüründən açdım və verilənləri yerinə yazdım. 980 A1'im yoxdur, A14'üm 135 böl 2 vur 14. 14 ilə 2'ni xısələdim, burada qaldı 7. İndi 980'i 7'yə bölürəm, 140 edir. 140'dan da 135'ini çıxıram, qalır 5. A1'im oldu 5. Və salam. 106-cı sualda 105-ci sualda eyni şey. Keçirik 106-cı suala. Bax, nədir 106-cı sualda?
A9'u verib S12'ni verib A1 istəyir. Gəlin yazaq. 106 A9 37. Saxlayaq hələlik bunu. S12'ni verib 324. Gəlin onu buraya yazaq. Aşağıdan açalım. Uşaqlar S12 nəyə bərabərdir? 2A1 üstəgəl 11'də. Çünki n çıx 1 idi də. 12 çıx 1, 11. Bölü 2 vur n. Yəni 12. Gəlin indi ixtisar edək. Bununla bu getdi. Burada qaldı 6. Deməli bu nəyə bərabərdir S12? 324'ə. 324'ü də o 6'ya bölsəm 2A1 üstəgəl 11'deyimiz bərabərdir. 50, 324, ne elədim? Düsturu yazdım və 324'ə bərabər elədim. 12'ni 2'ni ixtisar etmişəm. 6, 324'ü 6'ya bölürəm, edir 54. Bunu saxladım yerində bu heç. A9'u açıram. A9 neydi? A1 plus 8 deyildi, düzdürmü? Bu nəyə bərabərdir? 37. Aldım ikisini sistemə, həll elə nə istəyirsə tapdı. A1 istəyir. Olsun, D-ni tapaq, sonra A1'i tapaq. Mənfi 2'ye bıraq, A1'lər geçsin, yerinə qoyub, sonra D-ni də tapaq. Və yaxud yuxarını 8'ə, aşağını mənfi 11'ə vurub, D-ləri ixtisar edib, birbaşa A1'i də tapmaq olardı. Amma mənə belə rahat gəldi. Belə yazıram. Mənfi 2A1, mənfi 16D və mənfi 74. A1'lər getdi, 11D'dən 16D çıxdı, mənfi 5D, 54'dən 74 çıxdı, mənfi 20, mənfi 20'də mənfi 5'ə böldüm, D'miz oldu 4. Bunu gətir burada və ya burada qoy yerinə, A1'i tap, mən baxın burada qoyacağım uşaqlar yerinə. Bax bu tənlikdə A1'i, D'nin yerinə 4 qoyub A1'i tapacağım. Gəlin, qoyaq. Deməli, yerinə qoysaq, nə alacağıq? A1 yoxdur. 8D, 8 vur 4, nə edir? 32, bərabərdə 37. 37'dən 32'sini çıxanda da A1 nə edir? 5 edir. 106'da bizdən A1 istəyirdi, 5 edir. Deməli uşaqlar. 108 də eynisindən yazmıram. 109 da əvvəllərdə var, onlardan yazmıram. Daha doğrusu 107. 109'u yazmıram. 109 uşaqlar. 2 də əvvəl buraxılış imkanına düşüb. Gəlin ona görə də ona diqqətlə baxaq. Təkrar düşmə ehtimalı ola bilər. Belki o tipdə bir şey gözləmək olar. Gəlin yazaq. 109. Deməli, sualımız nədir? Deyir ki, biraz kənardan yazım. Çünki yerimizi çox tutacaq. Balaca yazmağa çalışacağım ki, bir lövhəyə yerləşsin. A-nin düsturunu verib 3 üstəgəl K çıx 2 vur N. Deyir, bu düstur ilə verilmiş ədədi silsilədə A5, A7 bərabərdir 51 çıx A2. O dediyimi buradan yazıram. A5, A7, 51 çıx A2. Yəni mənə A5, A7 və A2 lazımdır uşaqlar. Gəlin indi onları yuxarıdan tapaq. Necə? A5. Demək uşaqlar, A5'i tapanda nə edir? Aparıb N'in yerinə 5 qoyacaq. 3 üstə gəlinsin, K çıx 2 vur, N'in yerinə 5 qoydum. Axı burada A N'dir, N'in yerinə qoyduğum üçün burada da N'in yerinə qoydum. Məsələn, AK olsaydı burada, A2'ni tapanda K'nın yerinə qoyacaqdı. Aha, N'in yerinə 5 qoydum. Möhtəzən vurub açaq. 3, üstə gəl 5K çıx 10. Bu deyilir 5K çıx 7. A5'i tapdım. Sonra A7 lazım. İndi A7'ni açıram. A7 bərabərdir 3 üstə gəl K çıx 2 vur 7. N'lərin yerinə 7 yazdım. Bu deyilir 3 üstə gəl 7K çıx 14. Yəni 7K çıx 11. İndi bir də A2 lazımdır. Gəlin A2'ni yazaq. A2 onda 3 üstə gəl K çıx 2 vur 2. Bu deyilir 3 üstə gəl 2K çıx 4. 2K çıx 1 eləmiş olur. İndi bu verilənləri, bu ifadələri onun yerinə qoyacağım. Gəlin verilən ifadəni köçürək. 51 çıx A2'dir. Düzdür? Gəlin verilir. A2'ni keçirdik digər tərəfə. Üstə gəl A2 bərabərdə 51 olsun. Oldu mu? Bu A2'ni keçirdim bu tərəfə. İndi nə edirəm? Və yuxarıdakı ifadələrimi burada yerinə yazıram. Necə? A5'in yerinə de bu. 5K çıx 7. 5K çıx 7. Üstə gəl. A7'nin yerinə 7K çıx 11. A2'nin yerinə isə 2K çıx 1. Bərabərdə 51. İndi baxaq. 5K, 7K, 2K edir 14K. 7, 11 və mənfi 1 edir mənfi 19. 51'in üstünə 19 gələndə eləyəcək 70. 70'i də 14'ə böləcəm, K'nı tapacam 5. Bunu silirəm uşaqlar.
İndi uşaqlar, bizə K plus D-ni istəyir. K-nı tapdıq. Qaldı D-ni tapmaq. D-ni də hardan tapım? Mən tutaq ki, A5 ilə A7-nin qiymətini bilsəm, A7-ni A5 plus 2-də yazıb D-ni tapa bilərəm. Onda nə eləyək? K-nın bu qiymətini gətirib burada qoyaq yerinə tapaq. Və yaxud bundan bunda da qoyub tapa bilərsən. Yəni A7 ilə A2-ni tapıb yerinə qoyub hesablaya da bilərik. Mən birincini ikincidə qoyacağam. Yəni A5-i və A7-ni tapacağam. A5-im 5 çıxıq 7-dir. 5 çıxıq 7. Yəni K-nı da 5 tapmışıq deyə 5 vurub 5 çıx 7. 25 çıx 7. Edir 18. A7-ni tapanda 7K çıx 11-dir. 7 vur 7 çıx 11. 49 çıx 11. 38 eləmiş olur. İndi D-ni tapmaq lazımdır. A7-ni A5-dən asılarız, D-ni tapaq. Nə var ki? A7 bərabərdir A5 üstəgəl 2-dir. Düzdür uşaqlar? A7-ni yerinə yazıram 38, A5-in də yerinə 18 bərabər 2-dir. 38-dən 18-ni çıxıram 20, 20-ni də 2-yə bölürəm, D-miz oldu 10. Sizə də K ilə D-nin cəmini istəyir uşaqlar. Bir dəqiqə. Mən nəyisə səhv yazmışam. Bir dəqiqə, K-nın yerinə burada 5 qoy, 7 qoymuşam uşaqlar. Səhvim budur. K-nı neçə almışdıq burada? 5. 7 dəfə 5-in 35. 35-dən də 11-in çıxırıq 24. Deməli, burada 38-i 24 edəcəm. Bəli, səhv eləmişəm. K-nın yerinə bu 7-nin, burada 5 vur 5 eyni yazmışam deyə, elə bildim eynidir. K-mız 5-dir uşaqlar. Deməli, indi nə olduq? 24-dən 18-ini çıxıram, eləyir 6. 2D də, 2D bərabərdir 6. 6-nı 2-yə bölürəm, D oldu 3. Bizə K ilə D-nin cəmini istəyir, 5 ilə 3-ü toplayıram. Olmuş olur 8. Cavab oldu 8. Biz 9-cu sualımız da bitti. Keçirik 111. Uşaqlar, 113 yazmayacağım, 83 yazmışdım. Nə deyir? 111. Aha. Deyir ki, A7, A23, A7 sadə bir şeydir uşaqlarım. Açıb ifadələri, yəni A7-ni, A23-ü, A19-u sadələşdirib ifadəni tapacağıq rahatlıqla. Deməli, ilk 21 həddin cəmini istəyir, S21. Onun axırda keçərik, hələ veriləni sadələşdirək. A7-nin yerinə yazıram A1 plus 6-dir. A23-ün də yerinə A1 plus 22-dir. Bərabərdə 6 üstə gəl, A19-da atıram, A1 plus 18-dir. A1-lər getdi. Bir dənə A1-im qaldı. Bu A1-dən bu A1-ə çıxdım elə bil ki. Burada qaldı 6 ilə 22, 28-dir. Keçirəm bura 18 denim. Bərabərdə 6-ya. Bu eləyir uşaqlar. A1 üstə gəl 10D bərabərdir 6-ya. Bunu saxladım. İndi gələk S21-ə. Burada saxladım. Buna A11-də yaza bilərik, yazmıram. S21-in üstünü açıram. 2 A1 üstə gəl N çıx 1. Yəni 21-dən 1-ni çıxıram 20. Böl 2 vur N. Yuxarıdan 2-ni ortaq çıxart. Və yaxud 2-yə böl. 2 A1-i 2-yə bölürəm A1. 20D'ni də 2-yə bölürəm 10D. Vur kənardakı 21 də öz yerində. A1 plus 11 neydi? 6. 6. Vur 20. 126 və son. 112 də eynidir. 113 dedik 83-dən eyni şeydir. Yazmayacağım. 114-də keçirik uşaqlar. 114. Nə deyir? 114-cü sualımız. Deyir ki, uşaqlar, birdən başlayaraq ən az neçə natural ədəd götürmək lazımdır ki, onların cəmi 105-dən böyük olsun. Əslində bu bir növ 77-ci suala oxşayır. Deməli, birdən başlayırıqsa A1-im 1-dir. Və ədədlər ardıcıl gedir deyə deyim də 1-dir. Niyə? 1, 2, 3, 4 artcıl. 1-1 artır. Cüt desəydi deyim 2 olacaqdı. Çünki niyə? Cüt ədəd 2, 4, 6 tək də desəydi deyim 2 olacaqdı. Cəmi 105-dən böyük olsun. Yəni S-in böyükdür, 105 olsun uşaqlar. Sən S-in üstünü yaz, həll elə. S-in bərabərdir 2A1. Üstə gəl N çıx 1 vur D, böl 2 vur N. Verilənə yerinə yazaq. 2A1. Deməli 2 vur 1. Üstə gəlsin N çıx 1 vur 1, böl 2 vur N. Böyük olmalıdır nədən? 105-dən. Məsələn, bu verilənlər. Çox. Tənliyimi həll edirəm. 2 bərabərsimi daha doğrusu. N çıx 1. Bu nə oldu? 2-ni 1-ə vurdum 2. N-i 1-ə vurdum. N mənfi 1-də 1-ə vurdum mənfi. Böl 2 vur kənardakı N böyükdür 105-dən. Bu 105 bu 2-yə vurulacaq. Yuxarı edir M plus 1.
Burada yanındakı bu n. Bax bu. Bu elədi 2-dən 1-ni çıxdım n+1. Bu n-ə vurdum. Böyüdü. 105-i də məxrəzdəki 2-yə vurdum. 210. Hansı ədədlər vuranda 210 elə? Ya da elə gəlmə elə vurub açaq həll elə. Kiçikdir 210, böyüdür 0. Vuranda mənfi 210 eləyən, toplayanda isə mənfi 1 eləyən ədəd. Özdəki bir vahid fərqlənməlidir. 14 vur 15-dir də bunlar, bəli. Deməli uşaqlar, toplayanda mənfi 1 eləməlidir. Deməli mənfi 15-dən müsbət 14. Təbii ki, burada mənfi olan deyil. Mənfi 15 götürməyəcəyik. Yəni n 14-dən böyük olmalıdır. 14-dən böyük olmalıdır. Və bizdən nə istəyirdi orada? Ən azı neçəsini? 14-dən böyüksə ən azı neçədir götürməliyik? 15. 105-ci sual çox rahat bir sualdır. Nədir? Ədədi silsilənin ədədi ortaq hissəsi. Yəni ortadakı digər ikisinin cəminin yarısıdır. Deməli 115-də verib bizə x plus 3 10 və 3x plus 1. Qaydamız belədir ki, ortadakı öz qonşularını, yəni x plus 3 ilə 3x plus 1-in cəminin yarısıdır. Onu 2-yə vuranda 20 bərabər. X ilə 3x topladım 4x, 3 ilə 1 topladım 4. 4x bərabər 20-dən 4-dən çıxdım 16, 16-nı 4-ə böldünüz, x-imiz oldu 4. X-i tapdıq 4. Deyir ki, sizə ilk 12 ədədinin cəmini tap. Gəlin bir ədədlərimizi tap. X 4 isə 4 üstə gəlir 7-dir, 10-dur. Bu birisi avtomatik 13-dür. 4 vur 3, 12 üstə 1 gəldim 13. Demək uşaqlar, birinci ədədim 7-dir. A1 7-dir. D-miz də 3-dür. Niyə 3-dür? 7, 10, 13, 3-ü çarpır. Sizdən də istəyir orada ilk 12 ədədin cəmi S12. S12-nin üstünü yazıram. 2A1. Üstəgəl n çıx 1. Yəni 12-dən 1 çıxım 11-dir. Böl 2 vur isə n. Yəni 12. 2A1. Gəlin hesablayalım. 2A1. A1 7 isə 2 vurdum 14. 11D. 11 3-ə 33. Bu 2 nədir? Bu 12-ni ixtisar edeyim 6 qalsın. Vur 6. Deməli 47 vur 6. 2, 4 yadda 24. 282 eləmiş olacaq. Burası tamam. Bitti. Davam edelim uşaqlar. Demək uşaqlar, keçirik sizlə neçənci sualımıza. Deməli, 115-i yazdıq da, düzdür. 117-ci sualımıza baxaq. Deməli, nə deyir 117-ci sualda? Deyir ki, ədədi silsilənin 1-ci, 3-cü, 9-cu ədlərinin cəmi 8, 2-ci, 4-cü, 5-ci ədlərin cəmi 26-dır. Bu silsilənin fərqini tapın. Bu sual əslində mənim yazdığım 100-cü sualın eynisidir. Sadəcə orada 3-cü ədəd istəyirdi. Burada D-ni istəyir. Eyni qayda ilə. Sadəcə orada özü verib hazır A1, A2, A3. Burada isə sözlə veribdir. Özünüz 100-ə baxıb yaza bilərsiniz. 118-ci sualı yazıram uşaqlar. 118-ci sualımız. Nə deyir 118-ci sualda? A5-in kvadratından A1-in kvadratını çıxanda 336 edir və əlavə olaraq A3-ü verib ki 14. A3 14 verib. 10 qoydum qırağa. Gəlin bunu sadələşdirək. Müxtəsər kimi açıram. A5 çıx A1. A5 plus A1. Oldu mu uşaqlar? İndi adi sadələşdirək. A5-i yazıram A1 plus 4-dir. Çıx A1. Burada da eyni ilə. A5-in yerinə yazıram A1 plus 4-dir. Plus A1 də öz yerində. Bərabərdir 336. Burada A1-lər gedir. Qalır 4-dir. Vur. Sadələşdirəndə A1-ləri topladım. 2 A1 üstə gəlib 4-dir. Bərabərdir 336. Uşaqlar buradan 2-ni çıxardaq. 4D vur. A1 üstə gəl 2D. Bərabərdir 336. Uşaqlar A1 üstə gəl 2D A3-ü vermiş olur. Düzdür mü? Bizə də misalda A3-ü verib. Neçə verib? 14. 14 verib bəli. Qoyaq yerə. 4D vur 2 vur 14. Bərabərdir 336. Nəsə, vurun ixtisar edin. Deməli 8-i vuracam 14-ə. 112. 112 336-ya bərabərdir. 336-nı 112 böləndə D-miz olacaq 3. Bizdən ama silsilənin birinci həddini istəyir. A3-ü açaq. A3-ü verib də bizə. A3-ü açaq, gətirək yerinə qoyaq. Deməli A3-ü yazıram. A1 üstə gəl 2-dir. Düzdür. A3-ü verib 14. A1-im yoxdur. D-im də 3-dür. 2 dənə də olacaq 6. 2-yə vur. 14-dən 6-sını çıxanda nə qalır A1-imiz? 8. Salam uşaqlar. Silirəm.
Keçirik 119 eyni 120. Deyir. 120. Baxaq. Deməli, nə edəcəyik? Burada 120 sualdır. S12-dən S10'u çıxanda, əslində, yəni S12-ni sorun yazıb S10'u da çıxa bilərəm, amma bunu daha rahat bilirsiniz nə deyərəm. S12 A1, A2, A3, A4, A5 nəsə də A12-yə qədərdir. S10 da 10-a qədərdir. Düzdür, ilk 12 adamdan ilk 10'unu götürəndə yerdə qalır A11 ilə A12-nin cəmi. Düzdür? S10 12-yə qədərlərin cəmidir. S12 12'ye qədərin cəmidir. S10 da 10'a qədərin cəmidir. Elə ki, sırada 12 adam var. Onun ilk 10 adamı götürəndə yerdə qalır 11-ci və 12-ci adamda, belə deyək. Və bu 12'ye bərabərdir. Sizdə də istəyirsinizlərin ilk 22 ədədini cəmi. İndi bunları açaq. A11'i yazıram A1 plus 10'dir. A12'ni də açıram A1 plus 11'dir. Bu eləyir 2A1 üstə gəl 21'dir. 12. Bunu qoydum qırağa. Məndən istəyir S22'ni. S22'nin üstünə yazıram. 2A1 üstə gəl n çıx 1. 22'dən 1'in çıxıb 21'dir. Böl 2. Burada n, yəni 22. Uşaqlar 2A1 üstə gəl 21 deyil. Neçə almışdım? 12. Gətirib yerinə qoyuram. 12 böl 2 vur 22. Şimdi bununla bu ixtisar gedir 6. 6'nı 22'ye vursan 132 eləmiş oldu. Və salam. Bunun yerinə hesabla. Deməli, uşaqlar, indi 122-ci misala baxırıq. Deməli, uşaqlar, 122-ci misalımızda nə edəcəyik? 122-ci misalımıza baxaq. A2'ni verib 3. Bir də D-ni verib ifadəsini. Elə bu D-ni açaram da elə rahat. A17 çıx A3 böl A9 çıx A2. Siz nəyə fikirləşdiniz? Mən ortada 116'nı yazmadım. Ona görə biraz duruxdum. Gördüm o başqa misaldandır. Başqa cür misaldır da. Yəni o misaldan o tipdə yazmamışam. Ona görə bundan sonra o 116-cı misalı yazacağım uşaqlar. Hə, indi nə edəyik? A17'ni A3'dən asılı atıram. Baxın A17'nin yerinə yazıram A3 üstə gəl 14'dir. Niyə? 3'dən 14'ü toplayanda 17 eləsin. Neyim A3'dən asılı? Əslində A1 plus 16 da yazıb, A3'ü də A1 plus 2 də yaza bilərəm. Amma belə yazıram ki, daha rahat olsun ki, çıx A3'ü də qoyacağım yerinə A3'lər getsin. A9'u da yazıram A2 üstə gəl 7'dir. 2 ilə 9 toplayanda 7 eləsin. Çıx A2. Niyə yeməyin A2? Görürsə burada A2 vardı, bu A2'lər də getsin. Nə qaldı uşaqlar? Qaldı 14D böl 7D. Onsuz da D'lər ixtisar olunur. 14'de 7 birini 2 aldım. Yəni D'ni tapdım 2'dir. A2'mdə var. Bizdən də A8 istəyir. A8'i açacağım A1'dən yox. A2 verilib deyə A2'dən alsın. A2 üstə gəl 6D. Verilənləri yerinə yazsam. A8 bərabərdir. A2 3. Yəni 6 vur D'im də 2. 12 üstə gəl 3. 15. İndi uşaqlar sizin üçün bir dənə 116-cı sualı yazın. Deməli 116-cı sual. Ortada o qalıb uşaqlar. Gözümdən yayını belə bildim o bir misallar eynidir. Sonra gördüm ki eyni deyil. İndi onu yazaq. 15n çıx 24'dür. Bizə deyir ki A10'u tapmaq lazımdır. Nə edirəm uşaqlar? Baxın, məsəl üçün A2, A3, A4 düzdür. Bu mənə toplayanda nə verir bizə? Deməli eləyir toplayanda bu 9 düzdürmü? Bu mənə 3 dənə A3 vermiş oldu. Toplayanda 9 elədiyi üçün. Bax başqa biri. A5, A6, A7. Toplayıram 5, 6, 7'ni. Eləyir 18. Bu mənə 3 dənə A6 vermiş olacaq. Bax burada da eyni şey. Nə mənada eyni şey? Fikir verirsiniz, bunlar ardıcıldır. 5, 6, 7. 5, 6, 7'ni toplayanda eləyir 18. Bu mənə 3 dənə A6'nı verəcək. Yəni n plus 6'nı verəcək. Burada da bir dəqiqə 15n çıx 24'də 15 çıx 24 yazmışam. Bərabərdir 15n çıx 24 almışıq. Aydınmı uşaqlar? İndi sizdən A10 istəyir. Sual verəm. Mən bura n'in yerinə neçə qoyum ki, mənə 10 eləsin?
Təbii ki 4 qoyacam da onu eləsin. Çünki 4-ün üstünə 6 gəlsəm onu eləyəcək. Yəni n-in yerinə 4 qoyacam. N 4 olmalı. N 4 olarsa onda misalım olur 3 vurulsun A. 4 üstə gəl 6. 10. 15 vur 4. Çıx 24. 3 dənə A 10 bərabərdir. 15 4-ə 60. 60-dan da 24-ünü çıxıram 36. 36-nı da 3-ə bölürəm. A 10 oldu 12. Aydın uşaqlar. Bu başa düşdünüzdə niyə 3 dənə A 6 verildi? Aha. Və A 10-u tapmaq üçün n-in yerinə 4 qoymalıydım. Bura 4 qoyunda buradakı n-in yerinə 4 qoymalıyam. Vəssalam. Demək uşaqlar 122-ni yazmışdım. İndi 124-ə sahib edirəm. 124. Bu arada qalmışdı deyə qayıtdım. 152 misal uşaqlar. Aha, 124-ə. Nə deyir 124-ümüz? Deməli deyir ki, A9 12-dir. Bizdən istəyir silsilənin ilk 17 əddincəm. Bu rahat sualdır. S17-ni açıram. 2A1 üstəlik n çıx 1. Yəni 17-dən 1 çıxım 16-dır. Bölü 2 vur isə 17. Buradan 2-ni ortaq çıxıb ixtisarda eləyə bilərsiniz. 2-yə bölə də bilərəm. Mən 2-yə bölürəm. 2A1 2-yə böldüm A1. 16 dəni də 2-yə böldüm 8-dir. A1 üstəgəl 8-də A neçə verir? A9. Vur 17 eləmiş oldu. A9-da misalda özü verib 12. Vur 17 deməli. 12-ni 17-yə vurursunuz 204. Mesela 125-də eynilə. 126 isə uşaqlar deməli 80-ci misalımızın eynidir. A6 ilə A7-nin cəmini istəyirəm. Birinci A6-nı tapmaq üçün S6-dan S5-i çıxmalıyıq. Yəni n-in yerinə 6 qoyun. Bir dəfə də n-in yerinə 5 qoyursunuz. Çıxırsınız bir-birindən A6-nı tapırsınız. A7-ni də tapanda yenə n-in yerinə bir dəfə 7, bir dəfə 6 qoyub çıxarsınız bir-birindən tapacaqsınız. Yəni yazmıram onu. 127-ci suala baxaq. 127-ci sualda əslində bayaq yazmışdım ondan. Nədir? A, B, 7, C, D veribdim. Və deyir ki, sizdən ədədi silsilədir bunlar. A, B, C-nin cəmini istəyir. Deməli, mən deyirəm ki, B bərabərdir A ilə 7-nin cəminin yarısı. Düzdür? B ilə C-nin cəmi də eləyir. Əslində, heç belə də eləyə bilərdik. Baxın, bu A1-indir. A2-dir, A3-dür, A4-dür, A5-dir. Mən deyirəm A1 ilə A5-imin cəminin yarısı mənə A3-ü vermiş oldu. Deyəs mənim haradan çıxdı? Uşaqlar 1 ilə 5 toplayıb yarı böləyəndə 3 eləyir də, ədəd orta xassəsidir. Çünki 7-dən A1-ə qədərdir, yəni A3-dən A1-ə qədərdir 2 addımdır, A3-dən A5-ə qədərdir 2 addımdır deyə, yəni ortasıdır, ədəd orta xassəmizdir. Deməli uşaqlar A1-im A-dır, A5-im də D-dir. Toplayıb yarı böləndə A3 alıram, yəni 7-ni. Yəni A plus D 4. Eyni xəstəni burada bu ikisi üçün də eləmək olar. Yəni A2 ilə A4-ün cəmi, 2 ilə 4 toplayıb yarı böləndə A3 edir, A3 verirsə. Yəni B ilə C-nin cəminin yarısı da 7-dir. Yəni B plus C də 14-dür. Sizə A, B, C, D-nin cəmini istəyir. Bu ikisi A ilə D 14-dür. B ilə də C 1 14-dür. 2-dən 14 elədi 28. Mesela. Oldu 128'e keçirik. Deməli 128-ci sualımız. Nə deyir 128-ci sualda? Deyir ki 128 baxaq. 41, 37, 33. Deyir ki müsbət ədlərinin cəmini tap. Deməli birinci A1-im 41'dir. D-im mənfi 4'dür. Niyə? 4 azal-azal gedir. 41-dən 4 çıxır 37, 37-dən 4 çıxır 33 azal-azala gedir. Sizə ki, bütün müsbət ədlərinin cəmini tapın. Gəlin biz baxaq görək ki, bunun birinci neçə həddir müsbətdir ondan sonra. Deməli, A-nin üstürünü yazıram. Deməli, A-n böyüdü 0-dan müsbətdir. Düzdür mü uşaqlar? İndi gəlin yerinə qoyaq. A-nin üstürü A1 üstə gəl n çıx 1 vur D böyüdü 0-dan. Niyə böyüdü 0 dedim? Müsbətdir dediyi üçün. A1-in yerinə 41 qoydum. N çıx 1 D-nin yerinə mənfi 4 qoydum. Böyüdü 0-dan. Misalı həll edək. N çıx 1 vur mənfi 4 böyükdür 41-dən. Düzdür mü uşaqlar? Deməli, nədir məsələ? İndi biz nə edəcəyik? Burada bir dəqiqə. Mən 41'i bu tərəfə keçirmişəm, müsbət 41 yazmışam. Mənfi 41. İndi mənfi 41'i də bölürük mənfi 4'ə. Mənfi 41'i 4'ə böləndə müsbət 10 tam %25 edir.
Bir də mənfiyə böldüyümüz üçün bərabərlik işarəsini dəyişdik. Yəni 41-i 4-ə böləndə 10,4-də 10,25 edir uşaqlar. Üstünə də 1-i gəlirəm, n kiçikdir 11,25-dən. 11,25-dən kiçikdirsə ən böyük 11 ola bilər. Sizdən də soruşur ki, müsbət ədədlərin cəmi. Yəni S11-i tapmaq lazımdır avtomatik. S11-in üstünü yazıram 2A1 üstə gəlir 10D bölü 2 vur isə 11. Və verilənləri yerinə yazaq. 2A1. 2-ni 41-ə vururam. 82. 10D. Deyim mənfi 4-dür. Mənfi 4-ü ona vuranda mənfi 40 edəcək. Ona görə çıx 40. Bölü 2 vur isə 11. Demək 82-dən 40-ını çıxıram 42. 42-ni 2-yə bölürəm. Eləyir. 11. 11-i 42-ni 2-yə bölürəm 21. 21-i də 11-ə vururam. 231. Və salam. Tapdıq. Isə 11-im oldu. 231. Sonra uşaqlar 129-cu misala baxırıq. Nədir məsələ? Deməli 129-cu sualda deyir ki, A8 çıx A5 6-da 5-dir. A8 çıx A5 5-də 6-dır daha doğrusu. A8-i açıram A5 plus 3-də 2-mi. Əslində ikisini də A1 kimi də açmaq olardı. Mənə belə rahatdır deyə belə yazdım. A5-dən getdi 3-də bərabərdir 5-də 6. 5-də 6-nı da 3-ə bölürəm. Yəni 5 ilə 6-nı ixtisar 5 ilə 3-ü 5-də 6-nı 3-ə bölürəm. 6 ilə 3-ü ixtisar elədim. 5-də 2 almış oldu. İndi uşaqlar bunu qoydum qırağa. Məndən istəyir A12 çıx A2. Mən A12-ni A2-dən asılı açıram. İkisini A1-dən asılı aça bilərdim. Mən belə açıram ki, daha rahat olsun. A12-ni A2 üstə gəl 10 deyə açdım. 2 ilə 10 toplayanda 12 edir. Çıx bu biri A2 yerində. Bunlar getdi A2-lər. Qaldı 10D. D-miz də 5-də 2-dir. 10 vur 5-də 2. Bu da edir 4. Mesela. Bitti. 130. %130-cu sual. Deməli, A9 çıx 3D kvadratı bərabərdir A2. Və bizə deyir ki, D fərqlidir 0-dan. S12-də verib 172. A1-i tapmaq lazım. Gəlin sadələşdirək. Deməli, biz buradan A9-u açıram A2-dən asılı. A2 üstə gəl 7D. Çıx 3D kvadratını saxladım, A2-ni də saxladım. İndi buradan A2-dən A2-ni çıxanda 0 edir. Yəni 7D çıx 3D kvadratı bərabərdir 0. D-ni ortaq çıxartdım. 7 çıx 3D bərabərdir 0. Buradan alırsınız D bərabərdir 0. Bunu işlətməyəcək. Çünki misalda verib ki, D 0-dan fərqlidir. Qaldı 7 çıx 3D bərabərdir 0-a. 3D bərabərdir 7-yə. D də bərabərdir 7 böl 3. D-ni tapmış olduq 130-dan. İndi bizdən S12 var bir də. Gəlin S12-ni yazaq. S12 2A1 üstə gəl 11D böl 2 vur 12-də S12-ci sınıf. Düzdür uşaqlar? Və verilənləri gəlin yerinə qoyaq. 178 bərabərdir. Gəlin bu 2 ilə 12-ni burada ixtisar edeyim. Qalsın 6-da. Kəsirim olmasın. Kəsiri silək. 2A1. A1 yoxdur. Yazdım yenə 2A1. Üstə gəl. D-miz 3-də 7-dir. Bunu da vuracam 11-ə. Yəni 3-də 7-ni 11-ə vuranda eləyəcək 3-də 77. Çünki 11-i 7-də vuranda. Vuralım. Vörtəzəni vurub açaq davamını buradan yazıram. Əslində 178 6-ya bölünmür. Bölünsəydi bölərdik. Bölünmür. Nəyə onda vurub açaq. İşte 178 bərabərdir. 2A1-ə 6-ya 12A1. Üstə gəl. 3-də 77-ni 6-ya vuranda 6 ilə 3 ixtisar gedir. 2 qalır. 177-ni 2-yə vururam. 154. 12A1 bərabərdir. 178-dən 154 çıxırsınız 24. 24-ü də 12-yə böləndə A1'im olmuş oldu ki, elə bizdən bu A1 istedi. 131 də eyni misaldan uşaqlar. Keçək 132-yə. Gəlin baxaq. 132-ci misalımızda nə deyir? 132-lə 133 eynidir. 132. Deyir ki, S8 ilə S11-in cəmi 320-dir. Və şərtdə də verib ki, A6 20-dir. S3-ü tap deyir. Yerinə qoyaq uşaqlar. Necə? Deməli, S8-i açıram. Nətər? S8-i yazıram A1. Üstə gəlin 7D. Daha doğrusu 2A1. S8-in 2A1 üstənəsin. N çıx 1. 81 çıxdım 7. Böl 2. Vur N. Yəni 8. S11-in üstü 2A1. Üstə gəlin N çıx 1. 11-dən 1 çıxdım 10.
Böl 2 vur 11 bərabərdir 320. İndi 2 ilə 8-i xüsəllədim, burada qaldı 4. Qaldı nə? 2A1 üstə gəl 7D vur 4 üstə gəl. Yəni bunu 2-yə bölsəm bölünür deyə. 2A1-i 2-yə bölürəm A1, 10D-ni 2-yə bölürəm 5-dir. Vur 11 bərabərdir 320. İndi uşaqlar, sonra nə edirəm? 2A1 üstə gəl 7D vur 4-ü saxladım. Üstə gəl. A1 üstə gəl 5-dir, A6 verilmiş olur. A6 neçədir uşaqlar? 20. Edir 20 vur 11 yazıram. Bir də deyirəm, A1 üstə gəl 5-dir, A6 verilmiş olur. 6-nı verib 20, qoydum 20. İndi gəlin sadələşdirək. 2A1 üstə gəl 7D vur 4 bərabər. 20-ni 11-ə vuranda 220. 320-dən də 220 çıxanda qalır 100. 100-ü də 4-ə böləndə elədi 25. Bundan nəyi hesablayacağım? Əlimdə bir dənə 6 var axı. 6-nı düstur kimi açıram. 6 A1 plus 5-dir. Bu bərabərdir 20. Al sistemə həll edir. Əslində bunu bir neçə cür eləmək olur. Yəni aşağıda mənfi 2 vurub A1-ləri yox eləmək olar. Və yaxud 2A1 üstə gəl 7-dəni A1 plus 5-dir və A1 plus 2-də kimi yazmaq olar. A1 plus 5-dənin yerinə A6 yazıb, A1 plus 2-dənin yerinə A3 yazıb hesablamaq olar. Elə də olar yəni uşaqlar. Amma mən elə yazmayacağım. Mən nə eləyəcəm? Nə eləyəcəm? Mən adi sistem kimi hesablayacağım. Ya da ki, heç hesablamıram. Gəlin elə dediyim kimi yazım. Parçalayaq. Sistemlə uzun olacaq. Yəni bu A7-ni A1 plus 5-də yazıram. Bir də A1 plus 2-də yazıram. Onsuz da toplayanda eyni şeydir də. A1-lər edir 2A1, 5-də ilə 2-də 7-dir. Məqsəd nədir? Bu A1 plus 5-də mənə nə verir? A6. A6-nın qiyməti var da 20. Üstə gəl. Bu bizə nə verir? A3 verir. 25-dən də 20-sini çıxıram, A3 olur 5. Məsələn. Keçirik uşaqlar 134-cü sual. 134-də əslində nədir məsələ? Orada sizlərin birinci əldən verib, D-sini də bilirik, tapa bilirik. Yəni SN də var. Oradan birinci N-i tapmaq lazımdır. Neçə həddir sonra. 3, 7, baxın 11 plus nöqtə plus x bərabərdir 300 tənlidir. Deyir x neçədir? Uşağın burada ağıl kəsməlidir. A1 3-dür. D 4. Niyə? 3, 7, 11, 4, 4 artır. Və SN-im 300-dür. Axırıncı cəhətdir. Cəmi 300-dür. SN-in üstündə yerinə qoyub N-i tapaq. SN bərabərdir. A1, 2A1 üstə gəl N çıx 1 vur D böl 2 vur N. Verilənlər üstündə yerinə yazıq. SN-in yerinə 300. 2A1. A1-in 300-də 2-yə vuranda 6. N çıx 1, D-nin yerinə 4. N çıx 1 vur 4 böl 2 vur N. 300 bərabərdir. 6 plus 4N çıx 4 böl 2 vur N. Gəlin indi 300 bərabərdir. 6 ilə 4N çıxıram 2N. 6-dan 4-ün çıxıram 2. 2-ni də 2-yə böldüm 1. 4N-i də 2-yə böldüm 2. Vur N-i də yanında. Bərabərdir 300. Vur aç 2N kvadrat plus N. Çıx 300 bərabərdir 0. Aldıq kvadrat təyini uşaqlar. Kvadrat təyini həll edib diskriminantı tapaq. 1-in kvadratı çıxılsın 4 vur. 2 vur mənfi 300. Yəni nədir bu? B kvadratı çıx 4 açıdır diskriminant. 1 üstə gəl 2400. 2400 1 edir. Bundan da köy çıxır 49. N-i tapaq. Mənfi 1 plus 49 bölünsün. Mənfi B üstə gəl kök altda D. Yəni 2401-dən 49 çıxartdım. Bölünsün 2A. 2 vur 2. A-mız 2-dir. 48 böl 4. 12. Uşaqlar. N2-ni tapıram mənfi olacaq və demişdik ki, ardıcılıqda N mənfi olmaz. Ancaq natural ədəd olmalıdır. Heç kəsir də olamır. Oldu N12. Yəni bu X 12-ci cəhətdir. Bizə silsilən 12-ci cəhətdə lazımdır. Onu bax burada yazacağım. A12 üçün yaza bilərəm A1 üstə gəl 11-dir. N-i ona görə tapdım ki, yəni görün bu X silsilənin neçənci cəhətdir? 12-ci cəhətdir. Deməli A12-ni tapalım. Deməli A12 bərabərdir. A1 3-dür. 11-də 11 vur 4 44. 44-ün də üstünə 3 gələndə olmuş oldu 47 uşaqlar. İndi 136-nı yazırıq.
136-cı sual. Sual belədir. Ədədi silsilədə A4, əslində bundan əvvəllərdə var idi. A8, A12 və A16-nın cəmi 20-dir, 220-dir və S19 istəyir. Mən bunu şifaya yazacağım uşaqlar. A1 plus 3-də, A1 plus 7-də, A1 plus 11-də, A1 plus 15-də yazıram. A1'ləri toplayıram 4A1, D'ləri də toplayanda eləyəcək 36D. Bəli, 36D. Şifahi yazdım, uzatmadım. 2-ni ortaq çıxarda bilirəm. Dediyim kimi açıb siz hesablaya da bilərsiniz. Mən birbaşa yazdım. 2-yə də bölürəm. A1 plus 18 də bərabərdir 110. Bizdən istəyir S19. Gəlin S19-un düsturunu açsam 2A1. Üstəgəl n çıx 1, yəni 19-dan 1 çıxdım 18 də böl 2 vur 19. 2A1 üstəgəl 18-nin yerinə nə yazıram? 110. 110 böl 2 vur 19. 110'u 55 vur 19. 1045. Deməli 138, 139 da eyni misaldandır. Yazmıram. Keçirik 140-cı suala. Əslində 140-cı sual bayaq yazmışdım. S12 çıx S10 var idi hansısa misalda. 120-ci sual. O misal kimi də eləmək olar orada. Və yaxud hərəsini ayrı-ayrı sadələşdirib də hesablamaq olar. Gəlin hesablayaq uşaqlar. Görək nə deyir orada. Deməli 140. Deməli uşaqlar verib S17 çıx S7 bərabər 84. O bayaqki kimi eləyəndə burada qalır 8, 9, 10, 11, 12, 13, 14 qalır. Biraz uzun olur. Ona görə də düsturunu açaq. S14'ün yerinə 2A1 üstəgəl 13D böl 2 vur 14. S7'nin yerinə 2A1 üstəgəl 6D böl 2 vur 7 bərabərdir 84. Düzdür uşaqlar? İkisini 2'yə böl. Bax, burada bu 2 ilə bu 14'ü xisələrim 7 qaldı. Yəni 2A1 üstəgəl 13D vur 7. Çıx. Burada da 2'yə bölək. 7 ilə 2 getmir, bunu 2'yə bölək. 2A1 2'yə bölürəm A1. 6D'ni də 2'yə böləndə 3D. Vur 7 bərabərdir 84. İkisində də 7 var, o 7'ni ortaq çıxardım. Ya da ki, vur aç sadələşdir. Necə istəyirsiniz? Vurub açıb sonra da çıxarda bilərsiniz 7'ni. Mən ama 7'ni bu başdan çıxardıram. Onda qalır 2A1 plus 13D, çıx A1, çıx 3D. Uşaqlar, niyə çıx oldu? Qarşıda mənfəli işarə dəyişdi. 2A1'dən A1 çıxıram, bir dənə A1, 13D'dən də 3D'ni çıxıram, 10D qalmış olur. Vur 7 bərabərdir 84. Bu edir 7 vur A11. Niyə? A1 ilə 10D'ni 1 ilə 10 toplayanda 11 edir. A11'i də tapmaq üçün 84'ü 7'yə böləcəksiniz 12. Vəssalam. Deməli uşaqlar keçirik 142-ci misala. 10 dənə misalımız qalıb. 142-ci misal. Birinci. A1 4'dür. D'si isə 0'dır. Deməli uşaqlar bu sabitdir. D'si 0'dırsa artmır. Üstünə hər dəfə 0 gəlir, 4 üstə gəlir 0, 4 üstə gəlir 0, sabitdir yəni. Bir oldu C variantı. İkinci. A1'im 2'dir. D'miz -3'dür. -3'dür bu azalanda avtomatik. Düzdürmü? Azalacaq gedir. 3 vayda azalır. Deməli bu da olacaq D variantı. Niyə D? Bir də izah edeyim. A'nın bərabərdir 5 çıx -3. Görsən -3. Ona görə mənfi. Üçüncümüz A1 bərabərdir -2. D'miz də müsbət 3'dür. Yəni burada artan funksiyadır, D'si müsbətdir. Yəni buna baxıb tutuşmayın, D'yə baxırıq. D'si müsbətdir, artandır, A variantı. Bir də D'si müsbət 3'dür. Burada müsbət 3'ən olmalıdır. Yəni Y variantı da buna uyğundur. Yerinə rəqəm qoyub da yoxlaya bilərsiniz. Amma rahat üsul budur da. Niyə özümə zülm edeyim ki? 144-cü sual əslində rahatdır. A3 var, A7 var. Yəni verilənlərə görə bir-bir A14'ü, A8'i, D'ni falan tapacaqsınız. Yəni yazmağa ehtiyac yoxdur. Çünki A3'ü verib, A7'ni verib, A7'ni A3 plus 4D yazıb, yerinə qoyub D'ni tapacağım. D'ni tapandan sonra da A14'ü və A8'i taparıq. Niyə ümumiyyətlə o ikisini? Çünki A variantında A14 verilib, B variantında A8 verilib. Yəni oradan hesablayıb tapacaqsınız. Baxmıram ona. 146-cı suala keçirəm. Deməli uşaqlar, dev diaqramda ayın ədədi silsilənin hədləri verilmişdir. Bu ədədi silsilənin
sıfıra bərabər olan həddinin nömrəsini tapmaq lazımdır. A1'imiz 80'dir. Şəklə baxdım. A1 80'dir. Və A25'imiz mənfi 16'dır. N'in 25'indən düşəndə mənfi 16 verir. Bizə deyir ki, sıfıra bərabər olan həddinin nömrəsi. Yəni AN sıfırdır. AN sıfırdır. N'i tap. Mənə onu demək istəyir. Biz A25'ni A1'dən asılı atıb gəlin D'ni tapaq. A25 bərabərdir A1 üstə gəl 24'dir. A25'in yerinə mənfi 16, A1'in yerinə 80 qoydum. 80'i o tərəfə keçirəndə mənfi 16 çıx 80, mənfi 96 bərabərdir 24'dir. Mənfi 96'nı 24'ə böləndə D'ni mənfi 4 almış olacaq. İndi A-ni verməyib sıfıra bərabər. Gəlin A-nin düsturunu açaq, yerinə qoyaq. A-n bərabərdir A1 üstə gəl N çıx 1 vur D. A-nin yerinə 0, A1'in yerinə 80, N çıx 1, D'nin də yerinə mənfi 4 yazmış oluram. Mənfi 4. Demək 80'i o tərəfə keçirəndə mənfi 80 bərabərdir. N çıx 1 vur mənfi 4. Mənfi 80'i mənfi 4'ə böləndə eləyir 20. 20'nin üstünə 1'i gəlirəm. N oldu 21. Bizdən də bunu istəyirdi. Nömrəsini N 21 olmuş oldu. 147. Deməli 4A1 bərabərdir A3'ə. Və sizdən istəyir ilk 5 həddinin cəmi 40'dır. Sizdən birinci. Gəlin sadələşdirək. 4A1 bərabərdir A3'dürsə, yəni A1 plus 2'dir. A1'i bu tərəfə keçirəndə 4A1'dən A1 çıxdım, 3A1 2'dir. Yəni bizdən əslində A1 istəyir. Buradan A1'i tapa bilərik. D-dən asılı və yaxud D-ni A1'dən asılı tapa bilərik. D bərabərdir 1,5 A1. Qoydum bura. Bax elə keçirib o tərəfə sıfıra bərabər sistemini eləmək olar. Amma eləmədim. S5'i düsturunu yazıram. 2A1 işte N çıx 1, 5'dən 1 çıxın deyir 4 bölü 2 vur ama N. Yəni 5 bərabərdir 40'a. 40'ı 5'ə bölürəm, qalır 8. Yəni 2A1 işte 4D bölü 2 bərabərdir 8'ə. 40'ı 5'ə böldüm. Bunu 2'yə bölürəm. A1 plus 2D bərabərdir 8'ə. Bir də deyirəm 2A1 2'yə böldüm. A1 4D'ni 2'yə böldüm 2'dir. Heç mən bunu belə eləmirəm. Keçirəm o tərəfə. Yazıram 3A1 çıx 2'dir bərabərdir 0. İndi nə eləyəcəm? Bunu alacağım sistemə. D'lərim gedəcək, rahat tapacağım. Bayaq elədiyim kimi olardı. D'nin yerinə gətirib buradan deməli mənfi 1,5 A1 qoyardım. Amma ehtiyac yoxdur. Deməli neyini? İkisini sistemə alıram. A1 plus 2'dir 8'dir. Və 3A1 çıx 2'dir 0'dir. D'lər getdi. 3A1'dən A1'i topladım 4A1. 8'dən 0'da 8. 8'i də 4'ə bölürəm. A1 oldu 2. Elə bizdən də bu A1 istəyir. Və salam. İndi keçirik 149-cu suala. Deməli uşaqlar, nə deyim 149-cu sualı? 149. Deməli 149-cu sualda verir ki, A1 mənfi 36'dır. D də mənfi 3'dür. Müsbət 3'dür. A-in kiçikdir 15 şərtini ödəyən hədlərin sayı. Elə birbaşa yerinə yazıram uşaqlar. A-in kiçikdir 11'dən. A-inin düsturu A1 üstə gəlsin. N çıx 1 vur D kiçikdir 11'dən. Və verilənləri yerinə yazıram. A1'in yerinə mənfi 36 üstə gəlsin. N çıx 1 vur D. D-miz 3'dür. Kiçikdir 11'dən. Deməli N çıx 1 vur 3 kiçikdir. 11'in üstünə 36'nı gəlirəm. Çünki çıxma digər tərəfə keçir toplama olur. Olur 47. 47'ni də 3'ə böləndə eləyir 15,3'də 2. 15 dəfə qalır 2 qalır. Üstünə də 1 gələndə 16,3'də 2. Deməli, N 16,3'də 2-dən kiçiksə neçə olacaq? 16. Mesela. Uşaqlar. 150. 150-ci sual əslində 149-cu sualın belə deyim, qrafiklə, diaqramla təsvir olunmuş versiyasıdır. Gəlin yazaq. Deməli nə deyir 150-ci sualımızda uşaqlar? Deyir ki, diaqrama baxıram. AK x-ə bərabərdir. Gəlin indi K neçədir orada? 2'dir. Yəni A2 bərabərdir. X-imiz neçədir? 8. Sonraki hissəyə keçirəm. AM Y-dir. İndi diaqrama baxıram. M neçədir? M 4'dür. Yəni A4. Y də 12'dir. A4 də 12'dir.
Və bizə soruşur. 47-dən böyük olan ilk həddinin nömrəsini tap. Yəni axırda belə deyim. AN böyükdür 47-ni həll etməliyəm. Gəlin birinci A4-ü A2-dən asılı açaq, D-ni tapaq. Sonra rahat olsun bizə burada yerinə qoymaq. Neyin onda? A4'ü yazıram. A4 bərabərdir A2 üstəgəl 2D. Çünki 2 ilə 2 toplayım 4 ələsin. Və nə yerinə qoyuram? A4'ün yerinə yazıram 12. A2'nin yerinə 8. 12'dən 8'ini çıxıram 4 edir. 2D 4'dür. 4'ü 2 bölündə D oldu 2. Qaldı A1'i tapmaq. D'miz 2-dirsə deməli 2 artır da. 8-dən əvvəl nə olmalıdır? 6 olmalıdır avtomatik. Amma belə həllini yaza bilərik. A2 bərabərdir A1 plus 1D. 8 bərabərdir A1 üstəgəl 2. 8-dən 2'sini çıxdım 6. Yəni 8-dən 2 var əvvəl 6'dır da avtomatik. Çünki D'miz 2'dir. Nəsə A1'imi tapdım. İndi AN böyükdür 47 şərtini ödəməliyik. 47-dən böyük olan ilk həddir. AN'in üstürünü açıram və verilənləri üstürdə yerinə yazıram. 6 üstəgəl n çıx 1 vur 2 böyükdür 47-dən. Deməli n çıx 1 vur 2 47-dən 6'sını çıxıram 41. 41'i 2'yə bölürəm 20,5. Üstünə də 1 gəlirəm n böyükdür 21,5. 21,5'dən böyüksə n-ən kiçiyi neçə olacaq? 22 təbii ki. Keçirik 152-ci suala. Sonuncu sualımız. Baxaq nə deyir 152-ci sualı. Yenə diaqramdır. Əslində bu diaqramlar uşaqlara çətin görsənsə də əslində sadə suallardır. Nədir burada? AN bir N. AN'i baxın diaqramda. AN 5'dir. N də 4'dür. Yəni baxın bir də deyirəm. AN 5'dir. Yanında da verib N 4'dür. Yəni A4'üm 5'dir. İkincisi. AM verir ki 11'dir diaqrama görə. M də 7'dir. Yəni uşaqlar A7 11'dir. Sizə deyir ki S6 çıx S4'ü tap. Yəni tapaq da S6'ını da tapaq S4'ü tapaq. Necə tapaq? Birinci bizə A1 ilə D lazımdır. A7'ni A4'dən asılı açaq. Deməli əslində S6'dan S4'ü çıxanda mənə əlimdə qalan A5'in 6'nın cəmidir. İşte buradan tapmaq olar amma olsun. Gəlin A7'ni A4'dən asılı açaq. A7 bərabərdir A4 üstə gəl 3'dir. 4 ilə 3 toplayanda 7 eləsin. 11. A4'ün yerinə 5. A7'nin yerinə 11'i qoydum. A4'ün yerinə 5'i qoydum uşaqlar. 11'dən 5'ini çıxanda edir 6. 6'nı da 3'ə böləndə D'miz oldu 2. Qaldı A1'imi tapım. A1'imi hardan tapım? Ya A4'ü açın, ya A7'ni açın, A1'i tapaq. Mən A4'ü açacağım. A4 bərabərdir A1 üstə gəl 3D yazıram. A4'ün yerinə 5 yazıram. A1'im yoxdur. 3 deyimdə olur. 3 vur 2 6. 5'dən də 6'sını çıxıram. A1'im də oldu mənfi 1. Söz salam S6 ilə S4'ü tapmağa. Nə var ki? Əslində S6 çıx S4 bayaq dediyim kimi 6 həddən 3 4'ünü çıxanda yerdə qalır 5-ci və 6-cı hədlər. Elə də tapa bilərsiniz. Amma ki ehtiyac yoxdursa, yəni hesablaya da bilərsiniz. Gəlin hesablayaq. S6 2A1 üstə gəl 5D böl 2 vur n'dir, yəni 6. Bu niyə 5'də oldu? N çıx 1 də 6 demək. Verilənə yerinə qoyalım. 2 vur A1'im mənfi 1. Olacaq mənfi 2. 5'də. D'im 2'dirsə 5 2 10. Bu 6 ilə 2'nin ixtisarını 3 qalır burada. Vur 3. 24. S6. S4'ü tapıram. S4 bərabərdir. 2A1 üstə gəl 3D böl 2 vur da 4. 2A1. A1'im mənfi 1'dir. 2'yə vurdum. Mənfi 2. Üstə gəl 3D. D'im 2'dir. 3 2 6. Bundan da bunun ixtisarında burada 2 qalıb. Deyiləm ki. Vur 2 olmalıdır. 4 ilə 2'nin ixtisarlarında 2 qalıb. 6 çıx 2 4 eləyir. 4'ü də 2'yə vuranda eləyir 8. Sizdən nə istəyir? S6 çıx S4. S6'm 24'dür. Bu da 8'dir. 24'dən 8'ini çıxırsınız. Cavab olur 16. Məsələn. Cavabımız oldu 16. 24'dən 8'ini çıxdıq. Silsilə mövzusu bu qədər.